iştirakçılarını salamlayıram. Tədbirin təşkilatçılarına minnətdarlığını bildirirəm. Məndən öncə doğrudan da dəyərli sözlər söylənildi. Həqiqətən də Aprel döyüşləri Azərbaycan xalqının tarixində bir parlaq səhifə olaraq qalacaq və Qarabağ müharibəsi tarixində də bir dönüş mərhələsi hesab oluna bilər. Azərbaycan ordusu bu döyüşlərdə öz gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Azərbaycan dövləti sübut elədi ki, mövcud vəziyyətlə barışmayacaq və həm dost, həm düşmən Akif bəy də qeyd elədiyi kimi Azərbaycan dövlətinin gücünü, qüdrətini gördü və mən bir il öncə bu hadisələr zamanı şəhid olanların dəfn mərasimini xatırlayıram. Doğrudan da müxtəlif yaş kateqoriyalarına aid olan insanlar, yaşlılar, gənclər bu mərasimlərdə, dəfn mərasimlərində iştirak edirdilər və qürur hissi ilə şəhidlərimizi dəfn etdik. Və o da bir şahid olduq ki, Azərbaycan xalqının, xüsusilə gənclərimizin döyüş əhval-ruhiyyəsi var. Gənclərimiz torpaqlarımız uğrunda canından keçməyə hazırdılar. Burada mən təkrarçılığa yol vermək istəmirəm. Sadəcə olaraq bu parlaq səhifə, tariximizin bu böyük qəhrəmanlıq salnaməsi şəhidlərimizin hesabına baş verdi. Doğrudan da şəhidin xalqın boynunda böyük haqqı var. Allah öz kitabında, Quran-ı Kərimdə buyurur ki, Allah yolunda öldürülənləri ölü sanmayın. Onlar Allah yanında diridirlər. Lakin siz anlamışsınız. İnsan cismindən ibarət deyil, insan maddi bir varlıq deyil, insan ruhdan ibarətdir və şəhid ölümü ilə əbədiyyət qazanır. Peyğəmbərimiz buyurur ki, şəhidlər məhşər səhrasına gələndə Peyğəmbərlər onlara ehtiram əlaməti olaraq ayağa qalxacaq və şəhidləri salamlayacaq. Ona görə də şəhid ailəsinə həm başsağlığı verilir, həm də göz aydınlığı verilir ki, şəhid tərbiyə ediblər, şəhidliyə layiq olan vətənpərvər övladlar tərbiyə ediblər və şəhid qiyamət günündə Allah huzurunda öz yaxınlarına, qohumlarına şəfaət edəcək, mənsub olduğu xalqa şəfaət edəcək. Şəhidin hesabına insanlar Allahın rəhmətinə qovuşacaqlar. Ona görə də doğrudan da bu sözlər təkcə təsəlli üçün deyilmir. Övlad itkisi ağır itki olsa da, amma şəhid ailələri sübut elədilər ki, onlar öz övladlarını vətən yolunda qurban verməyə hazırdılar. Allah huzurunda dayandığımız zaman insanlar hamısı sorğu-sual olunacaq. Etdikləri əməllər haqqında sorğu-sual olunacaqlar. Amma Peyğəmbərimiz buyurur ki, şəhidin birinci damcı qanı yerə töküldüyü an bütün günahları bağışlanır və şəhid sorğu-sual olunmaz. Çünki şəhid qanı ilə bütün sualların cavabı. Ailəsi, valideynləri qarşısında baş əyirəm. Mən onun rəşadətindən xəbərim var. Doğrudan da böyük igidlik, qəhrəmanlıq göstərmiş övladlarımızdan biridir və Allahdan ona rəhmət diləmək də bizə düşməz. O Allahın rəhmətinə qovuşur. Allahdan istəyirəm ki, şəhidimizin ruhu bizə duası olsun. Şəhidlərimiz yəqin o günün intizarındadılar ki, onların uğrunda fəda olduqları torpaqlarımız azad olsun, bu qanunu aldığımız üçün. Allahdan şəhidimizə rəhmət diləyirəm. Bu tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm. Burada dəyərli, şərəfli Azərbaycan zabitləri iştirak edir. Onlara minnətdarlığımı bildirirəm. Bunlar bizim qürur mənbəyimizdir həqiqətən də. Mən baxıram bizim gənclərimiz, uşaqlarımız əskər geyimindədir. Şəhidimizin övladı əskər geyimindədir və bu bizi gələcək barədə nikbin edir. Doğrudan da Azərbaycan xalqı dəyərli xalqdır, şərəfli xalqdır. Uca xalqlarımızı azad etməkdə bizə yardımcı olur. Ağaç edirəm, burada bir çəkilər.
Allah'tan bütün şəhidlərimizə, xüsusilə aprel şəhidlərinə rəhmət diləyirəm. Şəhid Seymur doğrudan da Azərbaycanın dəyərli övladlarından biridir. Qarabağ döyüşlərində böyük rəşadət göstərmiş bir Azərbaycan övladıdır, Azərbaycan əskəridir və bugün onun abidəsinin açılış mərasimində iştirak etdi. Doğrudan da qürur duyuruq belə şəhidlərin varlığı ilə. Allah Quran-ı Kərimdə şəhidlərə ölməzlik bəxş edib. Yəni şəhidlər ölümləri ilə diriliyi əldə edirlər. Onlar bizdən daha çox diridirlər. Çünki bütöv bir xalqın azadlığı, nicatı uğrunda canlarından keçiblər. Ona görə də bütövlükdə xalq, millət, hər bir vətəndaş şəhidlərə borcludur. Şəhidlərin bütövlükdə xalqın boynunda haqqı var və bir millət olaraq mövcudduqsa, bu heç şübhəsiz ki, şəhidlərin qanı bahasına başa gəlib və bunu hər bir Azərbaycanlı xatırlamalıdır və bunu xüsusi vurğulamaq istəyirəm ki, aprel döyüşləri Qarabağ müharibəsi tarixində ən parlaq səhifələrdən biridir, bir dönüş nöqtəsidir və Azərbaycan xalqı aprel döyüşlərində sübut elədi ki, Qarabağın itirilməsi ilə heç vaxt barışmayacaq və düşmənə ağır zərbə vurub torpaqları işğaldan azad edəcək. Allah şəhidlərimizə, şəhid Seymura rəhmət eləsin. Bilmirəm, o dihey səpir yerəqan gözüm. Nərə yaşıqin gözümün yaşın, elə halda özgəsi silməsin. Elə halda özgəsi silməsin. Başım üstə gəl, sönəcər adam, belə gəl rüqəy, edə bilməsin. Belə gəl rüqəy, edə bilməsin. Namusundan ekləməsin gilə, anamın biqar ekitilməsin. Görmeş muzahide mən kimin rəh eşqide sitem olmasın. Mən ölüşüdür bu bəla Hüseyin, yüreğinde zerre gəm olmasın. Yaralı başa baxıb ağlama, kemerin bu qəmdə xəm olmasın. Məni onda qeyrətim öldürər, səni görsə gəl içəm on gözüm. O gün iki oldu mənin anam, məni saldın az eləmədimə. Ağa bilmişəm, ağa bilmişəm, səni haq verib dərəcat-ı aliyə döhdümə. Hər iki əli kəsilib vəli, yenə payı bəndə zəhdimə. Yenə payı bəndə zəhdimə. Görməş mücahidə mən kimin rəh eşqidə sitem olmasın. Mən ölüşüdür bu bəla Hüseyin, yüreğinde zerre gəm olmasın. Yaralı başa baxıb ağlama, kemerin bu qəmdə xəm olmasın. Məni onda qeyrətim öldürər, səni görsə gəl içəm on gözüm. Nərə yaşıqin gözümün yaşın, elə halda özgəsi silməsin. Elə halda özgəsi silməsin. Başım üstə gəl, sönəcər ağam.
gözünün yaşı belə halda özgəsi silməsin, belə halda özgəsi silməsin. Anamın üzün görə bilmirəm, o dihey səpir yerə qan gözüm. Nərəyə aşıqın gözünün yaşı belə halda özgəsi silməsin, belə halda özgəsi silməsin. Başın üstə gəl sönəcər adam, belə gəlir ürək edə bilməsin, belə gəlir ürək. Allah şəhidlərimizə rəhmət eləsin. Bayaq açılış mərasimində də çıxış elədi və burada da çox dəyərli həqiqətən fikirlər səsləndi. Qənirə xanım da dedi, şəhidlər doğrudan da diriliyi əldə edirlər və Ceyran ona danışanda doğrudan da qürur duydum mən şəxsən ki, belə analarımız var. Şəhid anasının belə bir məğrur duruşunu gördüm. Həqiqətən də doğrudan da insan fəxr edir. Qiyamət günündə şəhidlər hansı mərtəbədə olacaqsa, mənim düşüncəmə görə şəhid anaları heç də şəhidlərdən aşağı dərəcədə olmayacaq. Şəhid anaları şəhidi formalaşdırırlar, şəhid tərbiyə ediblər və özdə qadınların, anaların bir xüsusiyyəti var ki, onların rolu biraz pərdə arxasıdır. Yəni şəhid məşhurlaşır, amma anaları tanıyan olmur. Və Allah qatında da əməl nə qədər gizli olarsa bir o qədər dəyərli olur. Ona görə də anaların rolu xüsusidir və anaların da şəhidi tərbiyə edən anaların dərəcəsi mənim əqidəmə görə şəhidlə bərabər, hətta bəlkə şəhidlərdən də yüksək olacaq. Çünki övladı ana formalaşdırır, vətən məhəbbətini ana aşılayır övladına. Ona görə də bu mərasimdə mən anaların qarşısında baş əyirəm. Şəhidlərimiz həm də bir məsələni vurğulamaq istəyirəm ki, şəhidlik məfhumunu diriltdilər. Bu ümumiyyətlə bir çox dəyərli, müqəddəs məfhumlar özü də istismar olunur. Bəzən şəhidliyi, cihadı bir zorakılıq aktı kimi təqdim edirlər müasir dünyada. Amma Azərbaycan şəhidləri sübut elədi ki, şəhidliyin qaynağı məhəbbətdir. Mənsub olduğu xalqa, dövlətə, vətənə, torpağa məhəbbətdir və şəhid xalqını sevdiyinə görə fədakarlıq edir. Şəhid zorakılıq etmir. Şəhid öz torpağını qorumaq uğrunda canından keçir və bu Quranın məntiqidir. Sizinlə vuruşanlarla vuruşun məntiqi. İslam dini, mənsub olduğumuz din və bizim milli xüsusiyyətlərimiz bizə başqalarına təcavüz etməyi qadağan edir. Azərbaycanlılar heç zaman heç kimə təcavüz etməyiblər, amma təcavüz qarşısında dayanmaq və mübarizə aparmaq bu özü böyük bir şərəfdir və Allah ona görə də şəhidlərə böyük bir dəyər verir. Yasin surəsində bir şəhid barəsində danışılır. Bunu deyib sözümü bitirmək istəyirəm, sonra dua edək ki, vaxtınızı çox almayayım. Bir şəhid haqqında danışılır. Peyğəmbərləri müdafiə edərkən canından keçən bir şəhid haqqında. Onu daşqalaq edib öldürürlər və Quran qəribə bir ifadə ilə onun ölümünü bəyan edir. Quranda qeyd olunur ki, ona deyildi cənnətə daxil ol. O cənnətə daxil olan kimi belə dedi. Dedi ki, kaş qövmüm biləydi, kaş xalqım biləydi ki, Allah mənə burada hansı neymətləri bəxş etdi. Yəni şəhid cənnətə belə qədəm qoyan kimi arxada qalanları, xalqını düşünür və hətta cənnəti də başqaları ilə bölmək istəyir. Yəni şəhidin ruhiyyəsi bu qədər genişdir, qəlbi bu qədər genişdir. Azərbaycan xalqı belə oğullar yetişdirib ona görə də fəxr etməlidir. Analara mən başsağlığı vermək istəmirəm. Əslində bu sözlər vallah təsəlli üçün deyil. Yəni bu sözlər həqiqətdir. Bəzən təskinlik üçün hansısa sözlərdən istifadə edə bilərik, amma doğrudan da Allaha inanmamız varsa, əbədiyyət yolunun yolçusu olduğunu anlayırıqsa, müvəqqəti biz bu dünyada qalacağıq və sonra əbədi məskənimizə köçəcəksə, o zaman biz başa düşəcəyik nə şəhidlər, nə şəhidlərin ailələri heç nə itirməyib. Onlar
məhşərə daxil olanda Allah huzuruna gəldikləri zaman siz təsəvvür edin, Allahın rəsulları, elçiləri onlara təzim edəcək. Həm şəhidlərə, həm şəhid ailələrinin qarşısında peyğəmbərlər belə baş əyəcəklər. Bu şəhidlərin ucalığının göstəricisidir. Allahdan torpaqlarımızın uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət diləyirəm. Həm də şəhid Seymurun qəbri, məzarı kənarındayıq. Allah ona da rəhmət eləsin. Bütün şəhidlərimizə rəhmət eləsin. Allah şəhidlərimizin şəfaətindən bizi məhrum eləməsin inşallah. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme gfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat. El ehyai minhum vel envat ve ila ruhil merhumil mağfuril ma'lum. Hakkı Muhammedin ve alih ve bil Fatiha ma'as salavat. Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah sabır versin. Natif Vəloğlu 2017-ci ildən Üstəyinatlı qüvvələrdə xidmət etmişəm. Seymur qardaşımızla bir yerdə xidmət eləmişik. O Seymur qardaşımız çox döyüşkən bir yoldaş olub, çox mərd olub, torpağını, millətini sevən bir insan olubdu. Onunla döyüşə gedəndə adam heç vaxt özünü narahat hiss eləmirdi. Bilirsən ki, yanında Seymur kimi yoldaşın var. Orada Allah bilmən, sənə bir şey olsa, sənin yoldaşın səni orada qoymayacaq. Darda qalmayacaqsan heç vaxt. Onu bir adam özünü həmişə rahat hiss eləyirdi ki, yanında Seymur kimi yoldaşın var. Allah ona rəhmət eləsin. Çox fəal yoldaşlarımızdan biri idi. Öz yoldaşları arasında öz yerini tutmuş, öz sözünü demiş insanlardan biriydi. Baxmayaraq ki, içimizdə orta yaşlardan biri bu idi. Yenə də fəallığından seçilirdi, öz yaşlı yoldaşların arasında da seçilirdi. Allah ona rəhmət eləsin, qəbri nurla da olsun. Allah rəhmət eləsin. Seymur Qulam Hüseynoğlu Aprel döyüşlərində şəhid olub. Mən indiyə qədər inanmıram ki, bu qayıtmayacaq. Mən elə gəlir, o haçımsa qapını açıb içəri girəcək. Heç mən inanmıram. Ne diyeyim, belə uşağıydı, mehriban, qayğıkeş. Hamımıza baxırdı, evin son beşiydi. Çok güləriz uşağıydı. Ailesini çok istəyirdi. En çok oğlunu çok istəyirdi, Amini. Amini ne kadar benim bir atası hardadır.
Hey soruşur, ata hardadır, deyir ki uzağa gitmiş demeye. Deyir, mən də apar onu da, mən də gedim. Şimdi bugün bilmirəm, uşağın ne hissləri çekeyim. O mərasimin, o açılışda. Şimdi bahçeye gidip orada, Allah bilir uşaq ne fikirləşir. Yani çok çetindim. Ne diyeyim? Ben hey gözlerim oğlum. Diyorum olabilmez ki o şeyde oğlum. Çünkü ben onunla ne vidalaştım. Öyle gözümün hatiresinde de kaldım. Ne diyeyim? Allah rahmet eylesin. Şemi şehitlere. Kızı, bir şəhid bacısı kimi Allah bütün şəhidlərimizə rəhmət eləsin, nur içində yatsın şəhidlərimiz. Öz növbəmdə Seymur qardaşımı Allahdan rəhmət diləyirəm. Allah təbarək və təala onun ruhunu şad eləsin inşallah. Baxmayaraq qısa bir müddətdə tanıdığım əziz və hörmətli qardaşlarımızdan birisidir. Həqiqətən bu qısa müddətdə çox gözəl təsirlər bağışladı mənim şəxsən özümə. Necə bir qızıl gülü baxırsan gözəl ətiri, qoxusu var. Amma tez solub gedər. Ətrafa gözəllik bəxş eləyər, amma ömrü qısa olar. Həqiqətən Seymur qardaşımız o gözəl insanlardan idi ki, o gözəl əhval-ruhiyyəni, o qızılgül kimi gözəl ətiri ətrafına, dost-tanışına verirdi. Bunu mən nəinki gördüyüm və başqa əziz qardaşlar var ki, onun haqqında danışır. Onun həqiqətən mərdliyi, cəsarəti böyük bir dənə nümunə ola bilər. Əgər gənclərimiz üçün o qardaş haqqında biraz da məlumat verilsən. Bir məsələni istəyirəm qeyd edəyəm. Seymur həqiqətən şəhidlikdən əlavə Allah təbarək və təala insanlara bəzi xüsusiyyətləri verir. Onlar məsələn sevgidir, qəzəbdir, bu kimi xüsusiyyətləri verir. Lakin bəzi xüsusiyyətlər var ki, insan sonradan qazanır bunları. Məsələn, mərdlik xüsusiyyəti, cəsarət xüsusiyyəti. Bunlar sonradan qazanılan sifətlərdir. Bunlar insanın fitrətində olmur, sonradan qazanılır. O qardaşımız bunu öz əməlləri ilə, gözəl, pak ürəyi ilə o cəsarətə sahiblənib və ordumuzun öncül, qabaqcıl sıralarında döyüşüb şəhid olmuşdur. Allah rəhmət eləsin, ruhunu şad eləsin. Mən Seymur qardaşımın istəyirəm atasına da bir neçə təsəlli sözü kimi olsun. Deyəm, Quran-ı Kərimdə Allah təbarək və təala buyurur. Bismillahirrahmanirrahim. İnnəllâhe iştərə minəl mu'minûnə bi ənfusəhum, bi əmvaləhum, bi ənnə ləhumul cənnə. Allah Quran-ı Kərimdə buyurur ki, biz həqiqətən möminlərdən, müsəlmanlardan
əhd aldıq. Bu dünyada bu şeylərlə onları imtahan eləyəcəyik. Birincisi, var dövlətləri ilə. Biz onlara var dövlət verəndən sonra onların hansı hala yetişəcəyini görmək istəyərik. Ki, bəzi insanlar var, görürsən bu məqamda azğınlığa uğrayır. Və sonra buyurur, övladları ilə onları imtahan eləyəcək. Xəstəliyi ilə, övladının dünyadan getməsi ilə, öz nəfslərindən olan şəxslərlə imtahan eləyəcək. Ki, həqiqətən bir ata üçün çətin bir məqam olsa da, özü də gözəl, qürurlu bir övlad tərbiyəsinin nəticəsində. Amma buna baxmayaraq, Allah Təbarək və Teala siz atalara da buyurur ki, onların yeri bu ki fədakarlıqlarının müqabilində bi-ənnə ləhumul cənnə. Onlara biz cənnət əta eləmişik, cənnəti vermişik onlara. Cənnət, axirət dünyasının diriliyi, gözəlliyi təbii ki, bu dünyanın gözəllikləri ilə də vəsf olunmaz. Allah ruhun şad eləsin, əziz ata. Allah sizə səbir versin inşallah. Onları həqiqətən elə bizim aramızdadır, bizi görürlər. Biz də istəsək görə bilərik, məhəbbətimizin müqabilində Allah bizə o görüntünü də verər. Yuxu vasitəsilə bəzən də gözümüzə önünə gələrlər, görərik də bunlar, mümkündür bunlar. Çünki onlar həqiqətən diridirlər. Allah Təbarək və Teala bütün şəhidlərimizə ruhun şad eləsin və qalanlarına, valideynlərinə, övladlarına can sağlığı, səbir inayət eləsin inşallah. Anamın üzün görə bilmirəm, o hey səpir yerə qan gözüm. Nərəyə şiqin gözümün yaşı, elə halda özgəsi silməsin, elə halda özgəsi silməsin. Başın üstə gəl, sönəkər adam, belə gəlir qəbəy edə bilməsin, belə gəlir qəbəy edə bilməsin. Namusundan ekləməsin gilə, anamın viqar eşitilməsin, anamın viqar. Gözümün yaşı, elə halda özgəsi silməsin, elə halda özgəsi silməsin. Başın üstə gəl, sönəkər adam, belə gəlir qəbəy edə bilməsin, belə gəlir qəbəy edə bilməsin. Namusundan ekləməsin gilə, anamın viqar eşitilməsin, anamın viqar eşitilməsin. Görüş mücahidə mən kimin
eşkide sitem olmasın. Bana nuşidir bu bela Hüseyin'de zerre gam olmasın. Yaralı başa bakıp ağlama, kemerin bu qəmdə xam olmasın. Milyonda qeyrətim öldürər, səni görsə gəl içəm on gözü. O gün iki on və məni inanam, məni saldın az eləmədimə. Ağa bilmişəm, ağa bilmişəm, səni haq verib dərəcat-ı ali döhdümə. Hər iki əli kəsilib bəli, yenə payı bəndəmə zəhdimə. Yenə payı bəndəmə zəhdimə. Görməş mücahide mən kimin eşkide sitem olmasın. Bana nuşidir bu bela Hüseyin'de zerre gam olmasın. Yaralı başa bakıp ağlama, kemerin bu qəmdə xam olmasın.